Bugün tələbələri düşündürən əsas məsələlərdən biri də ikili diplom proqramıdır. Yəni, hansı ölkələrdə bu diplom, bu imkanlardan istifadə edə bilərlər? Bu haqda da danışacağıq və Təhsil Nazirliyinin Elm, Ali və Orta İxtisas Şöbəsi müdiri Nicat Məmmədli bizim qonağımızdır. Nicat müəllim, buyurun, xoş gördük sizi. Buyurun, Nicat müəllim. İlkin olaraq, biraz əvvəl Dövlət İmtahan Mərkəzinin nümayəndəsi xanlar mənim ətraflı məlumat verdi. Bilmək istəyərdik, ikinci, üçüncü ixtisas qrupu üzrə verilən imtahanlar, onların nəticəsi nəyə demək əsas verir? Yəni, nəticələr müsbət dəyərləndirmək olarmı ki, tələbələrimizin, artıq abituriyentlərimizin savadı daha yüksəkdir? Əlbəttə, bu sadəcə verilən ilkin açıqlamalardır. Yəqin ki, adətən Dövlət İmtahan Mərkəzi hər bir imtahan barəsində detallı açıqlama, göstərilən nəticələr və s. barəsində daha geniş statistik məlumatları təqdim edir. Bu, yəqin ki, biraz sonra baş verəcək. Bu, sadəcə ilkin açıqlamadır. İlkin açıqlamadan sadəcə müşahidə elədiyimiz və nəticə çıxara bildiyimiz məsələlər nədən ibarətdir? Bizim təəssüf ki, cəmiyyətin tərəflərindən biri ondan ibarət ki, biz həmişə ekstremumlara qaçırıq da, yəni daha çox ən yüksək balı kimlər topladı, necə topladı. Bu, bizim üçün çox vacib şərt deyil. Bizim üçün, məsələn, bir nəfərin mütləq olaraq 2 imtahandan 700 bal alması mütləq şərt deyil. Bizdən daha çox insanın ali təhsil müəssisəsinə qəbul olması, daha yaxşı nəticə göstərməsi, ötən illərlə müqayisə daha yaxşı nəticə göstərməsi daha üstün nəticə hesab oluna bilər və bu daha yaxşı nəticədir. Amma görünən nəticələr ondan ibarətdir ki, məsələn, bizim ən yüksək bal toplayan şagirdlərimizin içərisində sözsüz ki, regionlardan olan daha çox şagirdlərimiz var. Bu daha yaxşı, bizim üçün ümidvericidir. Çünki biz adətən belə deyək də, hər şeyin paytaxtda təmərküzləşməsinin şahidi oluruq. Eyni zamanda yaxşı təhsil, belə deyək də, xidmətlərinin təklif olunmasını da Bakıda görürük. Amma regionlardan olan şagirdlərin daha yüksək top nəticələr göstərməsi bizim üçün fərəhləndirici haldır, şaddır, yaxşı bir haldır. Biz ümumi nəticələr artıq məlum olandan sonra, xüsusilə ixtisas seçimləri bitdikdən sonra daha geniş statistika ilə tanış olanda daha yaxşı, belə deyək də, məlumatlar ortaya qoya biləcəyik. Oradan da yaxşı göstəricidir ki, Salyan rayon gənci ən yüksək nəticə göstərib. Bilmək istəyərdik, abituriyentlərimiz artıq tələbə adını qazandılar. Onlar universitetə qədəm qoyacaqlar, tələbə adını dediyimiz kimi qazandılar. Bu il ali məktəblər həmin tələbələrə, həmin gənclərə hansı fərqli, yeni, deyək ki, ötən ilkilərdən fərqli olaraq imkanlar qazandıracaq? Bizim ali təhsillə bağlı, belə deyək də, proqramlarımız, tədris proqramları, ümumiyyətlə, istənilən digər layihələr və s. həmişə daim yenilənməkdədir. Burada bir çox, belə deyək də, layihələrdən söhbət gedə bilər ki, bunları bəlkə bir çoxlarımız yaxşıdır. Məsələn, bakalavrlardan söhbət gedirsə, bizim çox təxminən 6 ilə yaxındır fəaliyyət göstərən sabah bakalavr proqramımız var, sabah qruplarımız var. Bu, kifayət qədər, belə deyək də, önəmli layihələrimizdən biridir, çox diqqət yetirdiyimiz layihələrimizdən biridir və çox uğurlu layihələrimizdən biridir. Çünki bunun içərisində doğrudan da nəticələr göstərir ki, sabah bitirənlər, sabah məzunlarımız daha yaxşı işlə təmin olunurlar, onlar daha keyfiyyətli təhsil ala bilirlər və s. Çünki burada həm seçilmiş tələbələr var, həm də seçilmiş müəllimlər var. Eyni zamanda universitetlər özləri kifayət qədər, belə deyək, yeni layihələr təklif edə bilirlər. Bunların içərisində sizin bayaq adını çəkdiyiniz, məsələn, ikili diplom proqramları var. Artıq bir çox universitetlərimiz dünyanın müxtəlif universitetləri ilə ikili diplom proqramları eləməyə çalışırlar və yaxşı nəticələr göstərən proqramlarımız da mövcuddur. Məsələn, onlardan biri bizim hamımızın yaxşı bildiyimiz Fransa-Azərbaycan Universiteti, Neft və Sənaye Universiteti ilə Fransanın Strasburq Universiteti arasında artıq bu il ikinci məzunlarını bakalavrdan buraxdılar. Kifayət qədər böyük və belə deyək də, çox uğurlu layihələrimizdən biridir. Digər məsələlərdən biri sözsüz ki, burada daha çox danışacağımız bəlkə məsələlərdən biri 2018-ci ilin noyabr ayında Cənab Prezidentin sərəncamı ilə təsdiq olunmuş 2019-2023-cü illər üçün ali təhsilin beynəlxalq rəqabətliyinin artırılması üzrə dövlət proqramıdır. Bu proqramın içərisində 2 komponent var. Bir komponentin biri xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsidir. Çünki söhbət daha çox ali təhsilin inkişafından gedir. Ali təhsilin inkişafı yaxşı alimlərdən, yaxşı tədqiqatçılardan, yaxşı müəllimlərdən keçir. Ona görə də xaricdə dünyanın ən yaxşı 500 universitetinə qəbul olan tələbələr, doktoranturaya qəbul olan tələbələrin maliyyələşməsi həyata keçirilir. Proqramın ikinci hissəsi isə ikili diplom proqramlarının həyata keçirilməsidir. Proqramda ilk olaraq, dövlət proqramında ilk olaraq 5 ikili diplom proqramından söhbət gedir. Biz artıq demək olar ki, 4-ünü tamamlamışıq.
Bunların adlarını da çəkə bilərəm. Məsələn, özünüz görəcəksiniz kifayət qədər belə deyək də nüfuzlu universitetlər var bunların içərisində. Bizim ilk deməli proqramlarımız magistratura səviyyəsində Ada Universiteti ilə Amerikanın çox nüfuzlu universiteti olan George Washington Universiteti arasında data analitika, verilənlərin analizi və kompüter mühəndisliyi sahəsində olan magistr proqramıdır. Eyni zamanda Pedaqoji Universiteti ilə yenə George Washington Universiteti arasında təhsil idarə etməsi üzrə deməli magistr proqramıdır. Bizim 2 bakalavr proqramımız var. Biri artıq işləyir. Bu il 2-ci qəbul həyata keçirəcək. Bu Bakı Mühəndislik Universiteti ilə Koreyanın çox nüfuzlu Inha Universiteti arasında mühəndislik ixtisasları üzrə. Burada 4 mühəndislik ixtisasından söhbət gedir. Deməli, bu informasiya texnologiyalarıdır, elektronika mühəndisliyi və inşaat mühəndisliyi. Və bunun üstün cəhətləri var. Bəlkə bu barədə siz sonra biz danışarıq və bizim eyni zamanda 4-cü proqramımız artıq bu yaxınlarda, yaxın günlərdə imzalanacaq. Bu Azərbaycan Dövlət Aqrar Universiteti ilə Türkiyənin Ege Universiteti arasında yenə aqrar ixtisaslar üzrə 4 bakalavr ixtisasını nəzərdə tutan ikili diplom proqramları. Nicat müəllim, 4 əsas çox maraqlı proqram haqqında məlumat verdiniz. Yəqin ki, elə tələbə adını yeni qazanmış gənclərimiz üçün çox maraqlı layihələrdən biridir. Bilmək istəyərdik, şərtlər nədir? Kimlər bu proqramdan istifadə edə bilərlər? Hansı kurslardan və bir də ödəniş məsələsi var? Təbii. Deməli, birincisi onu qeyd edeyim ki, bu dövlət proqramıdır. Dediyimiz kimi Cənab Prezidentin sərəncamı ilə həyata keçirilir və dövlət proqramı olduğu üçün buradakı yerlərin hamısı pulsuz təhsil, qəbul olan tələbələr hamısı pulsuz təhsil alacaqlar. Yəni, buradakı sözsüz biz pulsuz dediyimizdə tələbə pul verməyəcək, amma bunun sözsüz ki, çox ciddi maliyyə yükü var. Çünki adətən ikili diplom proqramları kifayət qədər maliyyə yükü olan. Çünki bunun yaxşı tərəfləri nədən ibarətdir? Məsələn, üstün tərəflərini mən deyim, sonra sizin dediyiniz məsələyə gəl. Üstün tərəf ondan ibarət ki, burada tədris proqramları adətən partnyor universiteti, məsələn, bu Koreya Universiteti isə Amerika Universiteti onların tədris proqramı əsasında və onların müəllimləri tərəfindən həyata keçirilir. Və təhsilin bir hissəsi də adətən xarici ölkədə keçirilir. Məsələn, bu Koreya layihəsində, mühəndislik ilə Koreya layihəsində 3 il Azərbaycanda oxuyur tələbə, 1 ilini Koreyada oxuyur. Burada oxuduğu müddətdə həmin adamlar İngilis və Koreya dillərində təhsil alırlar. Koreya dilini intensiv şəkildə öyrənirlər, İngilis dilini intensiv şəkildə öyrənirlər. Sonra imtahan verirlər, gedirlər deməli Koreyaya. 1 ildə Koreyada təhsil alırlar. Bu çox mühüm, əhəmiyyətli və insan həyatı üçün dönüş nöqtəsi olan bir təcrübədir əslində xaricdə təhsil almaq. Şərtlər belədir ki, adətən müxtəlif düzdür proqramlarda bəzən şərtlər fərqlənir, amma adətən belədir ki, bütün tələbələr istər magistratura səviyyəsi üçün, istər bakalavriat səviyyəsi üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş imtahanlarda iştirak edirlər, müvafiq balları toplayırlar. Məsələn, əgər Koreya layihəsindən danışırıqsa, bu layihədə informasiya texnologiyaları üçün 400 bal, digər 2 ixtisas, 3 ixtisas üçün isə deməli 350 bal toplamış olurlar. Ondan sonra həmin tələbələr artıq məsələn müraciət edə bilərlər, artıq qəbul prosesi başlayıb, sənəd yığılır. Onlar müraciət edirlər və Koreyalılar İnha Universiteti özünün imtahanını həyata keçirir və seçilmiş tələbələr artıq həmin imtahandan, Koreya imtahanından keçmiş tələbələr universitetin tələbəsi statusunu qazanmış olurlar. Bu proqramın tələbəsi statusunu qazanmış olurlar və artıq ilk gündən başlayaraq intensiv dərslər keçirirlər. Adətən, yəni qəbul şərtləri, standart qəbul şərtləridir. Burada fərq ondan ibarət ki, partnyor universitetində imtahanları həyata keçirilir sadəcə. Elə Koreya layihəsindən istəyərdik ki, ətraflı danışaq. Bakı Mühəndislik Universitetindən Koreya Universiteti arasında 3 il ərzində Azərbaycanda Bakı Mühəndislik Universitetində və növbəti 1 ili Koreyada təhsil almaq imkanı qazanacaq. Onun ilkin olaraq Koreya dilinin öyrənilməsi üçün burada məsuliyyət tələbənin özündədir, yoxsa Bakı Mühəndislik Universiteti indidən birinci kursdan başlayacaq ona bu dil qabiliyyətinin artırılması? Əlbəttə, sözsüz ki, baxın, biz bütün tələbələrimizin müvəffəq olmasını istəyirik və bununla bağlı çox mühüm addımlar atırıq. Və ilk gündən başlayaraq tələbə universitetə daxil olduqda Bakı Mühəndislik Universiteti ilə Koreyanın mühüm mərkəzlərindən biri arasında çox yaxşı bir memorandum imzalanıb. Orada Koreya Dil Mərkəzi mövcuddur. Orada yaxşı müəllimlər var, təhsil verən, Koreya dili təhsil verən müəllimlərimiz var. Koreyalılar özləri bunlara yardım edirlər və ilk gündən başlayaraq, hətta birinci il demək olar ki, çox intensiv şəkildə daha çox İngilis və Koreya dilləri üzərində fokuslanırlar. Buna biz foundation və yaxud da hazırlıq dediyimiz birinci semestr baş verir və eyni zamanda da növbəti 3 il ərzində də Koreya dili ilə məşğul olurlar. Yəni, biz çalışırıq ki,
Məsələn, indiki nəticələrimiz nədən ibarətdir? Bu il artıq tələbələrimiz 2-ci kursda oxuyurlar və bizim Koreyadan gəlmiş burada mütəxəssisimiz var, proqramın direktoru var və o mütəxəssis də qeyd edir ki, artıq tələbələr çox yaxşı Koreya dili səviyyəsini mənimsəyiblər, kifayət qədər yaxşıdırlar. İkinci ilin və üçüncü ilin sonunda onlar Koreya dilindən imtahan verirlər adətən. İmtahan keçdikdən sonra artıq Koreyaya yola düşürlər. Yəni biz mütləq əmin olmaq istəyirik ki, biz bu proqrama hər il 100 nəfər tələbə qəbul edirik. Yəni 4 ixtisas üzrə 25-25 tələbə qəbul edirik. Biz əmin olmaq istəyirik ki, o tələbələrə həm dövlətin kifayət qədər böyük maliyyəsi var, bunun maliyyəsi Dövlət Neft Fondu tərəfindən həyata keçirilir bu proqramı və tələbələrimiz də müvəffəq olsunlar. Eyni zamanda bu universitetə də çox yaxşı təsir göstərir. Çünki həm xaricdən daim ünsiyyət, xarici müəllimlərin burada dərs deməsi, Koreya Bakı Mühəndislik Universitetində yaxşı əlaqələrin qurulması və s. bu bizim üçün çox mühüm amillərdən biridir. Nizət müəllim, eyni zamanda ADA George Washington Universiteti və Aqra Universitetinin Türkiyənin digər bir universiteti arasında. İstərdik burada da daxili əsas şərtlər nədən ibarət olur? Deməli, ADA ilə George Washington Universiteti arasında olan deməli proqram magistr səviyyəsində proqramdır. Burada da yenə Dövlət İmtahan Mərkəzindən keçmiş tələbələr qəbul olunurlar. Daxili müsabiqə nəticəsində George Washington Universitetinə qəbul olunurlar, yəni ikili proqrama qəbul olmuş olurlar və burada da bir ilini Azərbaycanda, bir ilini isə aşağı-yuxarı təxminən Koreyada, Amerikada, George Washington Universitetində təhsil alır tələbələrimiz. Ege Universitetində proqram biraz fərqlidir. Ege Universitetində indi nəzərdə tutulan düzdür, yaxında imzalanacaq, amma ilki müqavilədə nəzərdə tutulan nədən ibarətdir? Burada ikinci imtahan yoxdur, bu çox mühüm məsələlərdən biridir. Burada elə Dövlət İmtahan Mərkəzindən keçməklə birbaşa həmin proqrama müraciət eləmək olur. Türklər tərəfindən əlavə yerləşdirmə aparılmır. Ən yaxşı tələbələr seçilib bu proqramda yerləşdirirlər. 4 ixtisas istiqamətidir. Bunu tələbələr tapa bilərlər Dövlət İmtahan Mərkəzinin jurnallarında və artıq orada da belədir ki, 3 il Azərbaycanda oxuyurlar, bir ilini isə İzmirdə Ege Universitetində təhsillərini davam etdirəcək. Çünki xüsusilə kənd təsərrüfatı bizim üçün çox prioritet istiqamətlərdən biridir. Azərbaycan iqtisadiyyatının prioritet istiqamətlərindən biridir. Ona görə də biz kənd təsərrüfatına xüsusi önəm veririk və uzun müddətdir çalışırdıq bu proyekt üzərində. Nəhayət ki, inşallah alınacaq. İlkin meyarlar, bir də tələb olunan sənədlər nədən ibarət olur? Bununla bağlı mən sizə deyim, mən bütün sənədlərin siyahısını burada sadalamaq istəmirəm. Sözsüz ki, hər kəs, məsələn, mən indi bütün tələbələrə müraciət eləmək istəyirəm. Keçən günlərdə, 27-28-də birinci qrup üzrə imtahanlar artıq yekunlaşdı. İmtahan nəticələri yəqin ki, bir müddətdən sonra məlum olacaq. Artıq amma bizim sənəd qəbulu prosesi başlayıb. Mühəndislik Universiteti Koreya layihəsində, İlham Universiteti layihəsində həm Bakı Mühəndislik Universitetinin saytına, həm də dövlət proqramının saytına dp.edu.az saytına müraciət eləməklə oradakı şərtlər, hara müraciət eləmək lazımdır və s. Adamlar müraciət eləsinlər tələbələr. Düzdür, hələ imtahan balları məlum deyil. Amma indidən bütün sənədlərlə tanış olsunlar. Hansı sənədlər lazımdırsa onları yükləsinlər, sənədlərini versinlər. İmtahan balı da məlum olan kimi onu da verəcəklər və bundan sonra sənəd yekunlaşacaq sənəd verilməsi və ondan sonra artıq Koreya layihəsi üçün, yəni Koreya imtahanları üçün hazırlaşma mərhələsi olacaq. Yəni bütün bu məsələlər hamısı bizim internet səhifələrimizdə, istər Facebook, sosial şəbəkələr üzərindən səhifələrimizdə hamısı yerləşdirilib, rahat oradan tapmaq mümkündür. Tələbələr internet üzərindən həmin o qaydaları, şərtləri, sənədləri öyrənə biləcəklər, amma ilk əsas deyək ki, 3 sənəd hansı sənədlər tələb olunur? Baxın da, mən bütün sənədlərin hamısını, burada sənədlər nədən ibarət? Sadəcə adamın sözsüz ki, Dövlət İmtahan Mərkəzindən əldə elədiyi bal ən vacib məsələdir. Çünki bu balın əsasında olur. Adətən bu sadəcə elektron qaydada rahat şəkildə siz girdiyiniz anda fin kodunuzu yazırsınız. Fin kod sizin bütün məlumatlarınızı əldə eləyir və oradan da məlumatlar avtomatik olaraq yerləşdirilir sayta. Və ondan sonra orada sözsüz ki, məsələn, bəzi layihələrdə sizin özünüzün motivasiya məktubunuz lazımdır ki, siz nə üçün bu proqramda iştirak eləmək? Çünki xaricilər buna daha çox üstünlük verirlər ki, siz nə üçün məhz bu proqramı seçirsiniz, bura gəlmək istəyirsiniz, burada məqsədiniz nədən ibarətdir və s. Yəni, aşağı-yuxarı təxminən bu tipli məlumatlar. Nizət müəllim, tələbələr üçün çox böyük üstünlüklər yaradacaq və onların bilik bacarıqlarının artırılmasına bu 4 proqram şərait yaradacaq kifayət qədər. Bir də universitetlər özləri də istəyirlər ki, dünyanın müəyyən reyting təşkilatlarında öz yerlərini tapa bilsinlər. Universitet üçün
əsas hansı imkanları yarada biləcək? Biraz əvvəl qısa olaraq dediniz, amma ətraflı istəyərdik ki, universitetlər üçün hansı imkanlar verə biləcək? Sözsüz, bu proqramın, dövlət proqramının mahiyyəti məhz ali təhsilin inkişafına töhfə verməkdən ibarətdir. Yaxşı məlumdur ki, adətən universitetlərin reytinqlərinin formalaşmasında xarici partnyorlarla əlaqələr, yəni belə deyək də, təhsilin beynəlmiləlləşməsi çox mühüm rol oynayır. Burada müxtəlif proyektlərdən söhbət gedir. Məsələn, deyək ki, birincisi çox ciddi şəkildə təcrübə mübadiləsi baş verir və qarşılıqlı belə deyək, dünyanın ən yaxşı, məsələn, İnha Universiteti, Koreya Universiteti Koreyanın mühəndislik sahəsində ən yaxşı universitetlərindən biridir. Ən yaxşı universitetlərindən biridir. Təxminən 30-a yaxın mühəndislik sahəsi üzrə kadr hazırlayır. Eyni zamanda, baxın, oradan olan mütəxəssislər və Azərbaycandan olan mütəxəssislər bir sıra sahələrdə, belə deyək də, ünsiyyət saxlayırlar, əməkdaşlıq eləyirlər və bu gələcəkdə yaxşı tədqiqat proyektlərinin həyata keçirilməsinə səbəb olacaq. Yaxşı tədqiqat proyektləri bir tərəfdən əgər onu biz kommersiyalaşdıra biliriksə, iqtisadiyyatda töhfə vermiş olur. Digər tərəfdən, hətta bunu bu tərəfinə atsaq qırağa, sırf elmi cəhətdən yanaşsaq, bu əməkdaşlıq nəticəsində yaxşı elmi tədqiqatlar və məqalələr ortalığa çıxır. Bu məqalələr, baxın, elmi məqalələr universitetin reytinqinə birbaşa təsir edən məsələlərdir. Və xüsusilə də əgər sizin məqalələriniz beynəlxalq əməkdaşlıqda yazılmış məqalədirsə, buna istinadlar dəfələrlə çox olur və bu sizin universitetin reytinqinin artırılması üçün ən mühüm şərtlərdən biridir, sözsüz ki. Sözsüz bu tipli məsələlər, universitetlərin əməkdaşlığı, tələbə mobilliyinin təşkil olunması, beynəlmiləlləşməyə verilən dəstək universitet reytinqlərinə əhəmiyyətli şəkildə təsir eləmiş olur. Və bir də istərdik ki, dövlətin burada mənafelindən, marağından danışaq. Dövlət gəncə kapital qoyur və onu xarici universitetdə oxudu. Burada onun, dövlətin əsas istəyi nədən ibarət? Baxın, bizim burada əsas məqsədimiz tələbəni xarici göndərib oxutturmaq deyil. Çünki bundan əvvəl bizim 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici təhsil üzrə dövlət proqramı olub. O proqram çərçivəsində 3500-dən çox gənc Azərbaycan gənci xarici təhsil alıb. Sadəcə bu o dövr idi ki, o zaman Azərbaycanda ciddi şəkildə iqtisadiyyatın birdən-birə çiçəklənməsi baş vermişdi, ciddi kadr potensialına ehtiyacı var idi və ona görə də bu cənab prezidentin sərəncamı ilə həyata keçirilmiş çox mühüm, uğurlu Azərbaycan tarixi üçün belə deyək də inqilabi bir hallardan biri idi və o vaxtı o kadr potensialının yaranması üçün bu çox ciddi dəstək oldu. Amma bu eyni zamanda həmin kadr potensialının Azərbaycanda öyrədilməsi, Azərbaycanda yetişdirilməsi çox mühüm məsələlərdən biridir və buna görə də bizim öz ali təhsil müəssisələrimiz inkişaf eləməlidir. Dünya səviyyəli universitetlərə çatmalıdır getdikcə. Sözsüz ki, bu uzun prosesdir, çox enerji aparan bir prosesdir, çoxlu səylər ortalığa qoymaq lazımdır və bu proqramın əsas mahiyyəti məhz həmin məsələyə xidmət edir. Azərbaycan ali təhsil müəssisələrinin belə deyək də inkişaf etdirilməsi, onların beynəlxalq rəqabətliyinin artırılması, beynəlxalq səviyyə çatdırılması. Burada söhbət bax bu cür proyektlər, bu cür ikili layihələr nəticəsində ortalığa qoymaqla və digər proyektlər, proqramlar, layihələr həyata keçirməklə Azərbaycan universitetlərinin vəziyyətinin yaxşılaşdırılması, onların beynəlxalq təcrübə qazanması, xaricdən müəllimlər, əməkdaşlıq və s. sırf dövlətin marağı Azərbaycan ali təhsil müəssisələrinin daha da inkişaf elətdirilməsi. Paralel olaraq da sözsüz ki, bununla yanaşı, biz eyni zamanda burada tələbə də yetişdiririk, əsas məsələlərimizdən biri və dünya belə deyək də ən yaxşı universitetləri səviyyəsində tələbə yetişdirməyə çalışırıq. Kadr potensialı da qazandırmış oluruq ölkəmizə və bu da xüsusilə də Azərbaycan belə deyək iqtisadiyyatı üçün mühüm sahələrdə. Bu mühəndislik sahəsidir, bu kompüter texnologiyaları sahəsidir, bu kənd təsərrüfatı sahəsidir. Eyni zamanda bu pedaqoji sahədir. Çünki bizim müəllimlərimiz nə qədər yaxşı olarsa gələcəkdə cəmiyyət ümumilikdə yaxşı olacaq. Bu istiqamətdə işlər. Nicat müəllim, bilmək istərdik, həmin xarici ölkələrdə bu 4 əsas proqram əsasında təhsil alan, bacarıqlı kadrlarımız işlə təminatında hansısa bir yeni güzəştlər olacaqmı, yoxsa bu əmək bazarının tələblərinə əsasən formalaşdırılacaq? Əslində, bizim belə bir güzəştimiz var. Bu hələ keçmiş dövlət proqramından mövcuddur. Yəni ki, siz yaxşı bilirsiniz ki, 2007-2015-ci illər dövlət proqramı içərisində də var idi ki, həmin proqramın məzunları dövlət qulluğuna imtahansız, dövlət qulluğu imtahanı olmadan qəbul olunurlar. Eyni proqram üzrə, eyni məsələlər üzrə burada da şərtlər gözlənib, qorunub saxlanılır. Yəni, dövlət proqramları olursa, təhsil sahəsində adətən dövlət qulluğuna imtahansız qəbul olunurlar. Bu çox yaxşı bir şərtdir. İkinci, sözsüz ki, bu kadrlar
kifayət qədər yaxşı yetişmiş, yaxşı universitetlərdə yetişdirilmiş kadrlardır və əmək bazarı bunları çox rahat şəkildə belə deyək də əldə eləməyə çalışır. Bizim təkcə bu deyil də, bizim elə universitetlərimiz var ki, oradan məzun olmuş tələbələrimiz 80-90% çox rahat şəkildə universitetdən məzun olan kimi iş tapa bilirlər. Bu çox mühüm parametrlərdən biridir və bu proqramlarda adətən ona yönəlib ki, məsələn bizim deyək ki, təhsil sahəsində bu dəqiqə ikinci kursda oxuyan magistratura tələbələrimiz var. George Washington və Pedaqoji Universitetlə ikili diplom proqramı çərçivəsində biz Təhsil Nazirliyi olaraq məsələn çox böyük ümidlə baxırıq ki, bizim təxminən 5 il proqram davam edəcək. 5 ildən sonra bizim yaxşı idarəetmə təcrübəsi olan, dünyanın yaxşı universitetlərində təhsil almış təhsil mütəxəssisimiz olacaq. 150 belə deyək də aşağı-yuxarı 150 nəfər və daha çox. Və bu bizim üçün çox böyük bir nəticədir. Nicat müəllim, son olaraq soruşmaq istəyərdik. Dövlətin deməli burada məqsədi bacarıqlı kadrları yetişdirmək və onu dövlət mənafe üçün istifadə etmək, yararlanmaqdır. Bəs burada həmin o kadrın, həmin gəncin, tələbənin öhdəliyi nədən ibarət olacaq? Getdi Cənubi Koreyada İnha Universitetində təhsil aldı və orada mühəndis kimi qaldı. Amma dövlət kapital qoyub axı həmin gəncə. Bəli. Bizim dövlət proqramında xüsusilə bakalavr belə deyək, əvvəl dedik ki, orada doktorantura təhsil maliyyələşdirməsi var. Orada doktorantura təhsil üzrə getmiş tələbələrin qayıdaraq Azərbaycanda 5 il işləməsi ilə bağlı öhdəlik götürülür və o Azərbaycan ali təhsil müəssisələrində işləməlidir. O biri tələbələrimiz isə adətən belədir ki, təhsil vizaları qısa müddətdə verildiyi üçün o mütləq geri qayıtmalı olur həmin tələbələr. Sonradan gedə bilərlər. Amma sözsüz ki, biz bunlardan daha çox qazanacağıq, nəinki itirmiş olacaq. Ola bilsin ki, bir hissəsi qalmış olsun, amma bütün onlarda bu insanların böyük əksəriyyəti Azərbaycana qayıdırlar və Azərbaycan iqtisadiyyatına töhfə vermiş olur. Nicat müəllim, bir də son olaraq dövlət hesabına, dövlət vəsaiti hesabına gənclər gedib həmin 4 proqram sayəsində xaricdə təhsil ala biləcəklər. Bir də ikili təhsil diplom proqramının layihəsinin tələbələr özləri də seçim etmək imkanları varmı? Yəqin ki, söhbət digər universitetlərdə oxuyan və bura keçmək istəyən. Və eyni zamanda deyək ki, İnha Universitetində və ya da George Washington Universitetində digər bir tələbə təhsil almaq istəyir və yaxud da təhsilini davam etdirmək istəyir. Azərbaycanlı tələbədən söhbət gedir. Məsələ burasındadır ki, bu proqramlar belə deyək də xüsusi xətt üzrə hazırlanmış proqramlardır. Məsələn, dediyimiz kimi Koreya layihəsində intensiv ingilis dili və intensiv Koreya dili kursu keçirilir və sonda da tələbə mütləq Koreya dilindən imtahan verməlidir. Baxın, 3-cü kursda məsələn digər mühəndislik fakültəsində oxuyan tələbənin bura gəlib qoşulması o deməkdir ki, bu 3 il ərzində bu yolu keçməyib, Koreya dilini öyrənməyib. Əgər adamın Koreya dili varsa, belə deyək də, biz əminiksə ki, o adam mütləq gəlib sonra imtahan verib Koreya dilindən keçə biləcək və bütün şərtləri, bu proqram üzrə bütün şərtləri ödəyə bilir. Bu halda bu istisna deyil, amma çox çətin prosesdir. Çox sağ olun, Nicat müəllim. Qeyd elədiyimiz kimi artıq bəzi gənclərimiz tələbə adını qazandılar və sizin verdiyiniz məlumatlar onlar üçün çox vacib, çox maraqlı oldu və buna görə minnətdarıq biz sizə ətraflı məlumatlarınıza görə.